Salam əziz abituriyentlər, mən ingilis dili müəllimi Həcər. Bugün sizə əvəzlik mövzusundan, uşaqların testlərdə mən düşünürəm ki, ən çox çətinlik çəkdiyi hissədir bu it məsələləri. Testlərdə bir it görürsünüz, bir it bitişik yazılan s görürsünüz, bir də it apostrof s görürsünüz. Nə zaman hansını istifadə etmək lazımdır? Uşaqların ən çox qarışdırdığı hissədir. Baxın, itin tərcüməsi nə deməkdir? Həm o, şəxs əvəzliyi kimi, həm də obyekt əvəzliyi kimi onu və ona deməkdir. İt bitişik yazılan s-in mənası onun, yəni yelik əvəzliyidir və it apostrof s-in it izin qısaltmasıdır. İndi baxın, siz testlərdə bunu işləyəndə hər zaman özündən sonra gələn sözə fikir verməlisiniz. Məsələn, biz dedik ki, it həm şəxs əvəzliyidir, yəni həm cümlənin mübtədası ola bilər, həm də obyekt əvəzliyi olduğuna görə cümlədə tamamlıq ola bilər. Onda biz belə başa düşürük ki, it cümlənin həm əvvəlində, yəni mübtədə olduğuna görə, həm də ortasında və sonunda gələ bilər. Amma it görürsünüzsə, özündən sonra heç bir zaman artiklsız isim işlədə bilməzsiniz. Məsələn, deyirəm ki, it's, tutalım ki, tail. Onun quyruğu, hansısa bir heyvandan söhbət gedir. Amma mən it tail desəm, onu quyruq və yaxud da ona quyruq kimi tərcümə olunur. Ona görə bu artıq yanlış variant olacaq. Deməli, yadda saxlayırsınız ki, it özündən sonra heç bir zaman artiklsız isim gətirə bilməz. Bu bir. İkincisi, burada it bitişik yazılan s görürsünüz. Bu, asılı işlənən yelik əvəzliyi olduğuna görə hər zaman özündən sonra nə gəlməlidir? Artiklsız isim, mütləq. Əgər isim artiklıdırsa, yenə yanlışdır. Mütləq artiklsız isim olmalıdır. Daha sonra burada it apostrof s görürsünüz. Dedik ki, it apostrof s it izin qısaltmasıdır. Yəni, it iz deyirəmsə, deməli, özündən sonra ya təkdə olan isim gəlməlidir, ya da sayıla bilməyən isim gəlməlidir. Və yaxud da hansısa bir sifət gələ bilər. Məsələn, o gözəldir. It is beautiful, it is nice və s. kimi. Məsələn, gəlin bir dənə nümunəyə baxaq. Nöqtələrdən sonra artikllı isim gəlib. Düzdür? Artikllı isim gəlib və bu it is olduğuna görə mübtəda xəbər sayılır və cümlənin həmişə hansı hissəsində gəlməlidir? Əvvəlində gəlməlidir. Bura qoyacaq it apostrof s. It is a beautiful city. Sonra deyirəm ki, I like ... so much. Mən onu çox bəyənirəm. Onu deyirəmsə, bura it qoyacağam. Nəyə görə it apostrof s qoymaq olmaz? Çünki cümlənin ortasındadır. Nəyə görə it bitişik yazılan s qoymaq olmaz? Çünki özündən sonra artiklsız isim gəlməyib. Və bir də sonuncuya baxırıq. Nöqtələrdən sonra gəlib artiklsız isim. Nə qoyacaq bura? Ancaq it bitişik yazılan s.